Bugün aprelin 22'sidir. Məktəbimizdə fizika tədbiri olacaq. İnşallah birazdan hazırlıq görürük. Bunlar mənim ən fədakar köməkçilərimdir. Bulud, Eldost, Nəzrin. Bugünkü tədbirimizi açıq elan edirik. Tədbirimiz öncə Azərbaycan Respublikasının dövlət himni ilə başlayır. Dilim, sen oldun gururum hem de kimliğim, ruhumun seslen, gurur mənbəyim, ona göre şah da məndən bilirsiniz. Mənim elmlərin şahı, padşahı, mən olmuşam biliklərin açarı, hamının dostuyam, həm də sirdaşı, ona göre şah da məndən bilirsiniz. Mənəm 44 günə bir tarix yazan, alıb torpaqları bir yumruğalan, mənəm şəhidlərin qanı alan, ona görə şah da məndən bilirsiniz. Xudayar təsnifi sarı gəlnimiz, qürurla səslənir bizim himnimiz, zəngindir mahnımız, həm musiqimiz, ona görə şah da məndən bilirsiniz. Mənəm uşaqlarla gülən, əylənən, fənlər arasında ən çox sevilən, zamanlığın rəmzi oldum hər an mən, ona görə şah da məndən bilirsiniz. Zamanla dayanıb sanki üzə, Leylini, Məcnunu tanıtdım sizə. Vurğunu hamımız şeirə qəzələ, ona görə şah da məndən bilirsiniz. Mən bilirəm canlıların dərdini, öyrənirəm bitkilərin sirrini, araşdırdım hüceyrənin fərqini, ona görə şah da məndən bilirsiniz. Bəllidir dünyanın hər ərazisi, mən bilirəm nə qədərdir sahəsi, mənimdir aralıq Xəzər dənizi, ona görə şah da məndən bilirsiniz. Mendilib cəzbəni qurmuşam, hər xanaqa bir element qoymuşam, dərdinizə hər an dərman olmuşam, ona görə şah da məndən bilirsiniz. Ağ kağız üstündə canlanır aləm, əlimdə rəqs edir fırça və qələm, mənəm bu dünyanı rəngarəng edən, ona görə şah da məndən bilirsiniz. Zəhmətlə uzalır hər zaman ellər, zəhmətin dadını çəkənlər bilər. Mənə məxsusdur yaradan əllər, ona görə şah da məndən bilir. Cennet dəryadır, sonsuz bir dəniz, onunla bağlıdır hər bir işimiz. Orada gizlənib nə bilirsiniz. Dünya qapısına zığır atmışam, xalqlar arasında körpü salmışam, bütün yer kürəsinə sirdaş olmuşam, ona görə şah da məndən bilirsiniz.
Düşmənə dağ çəkək, vətən qoruyaq. Qoy azad yaşasın müqəddəs torpaq. Hərbi qüvvəmizlə ucalır bayraq. Ona görə şah dəməni bilinsin. Öyrənirəm təbiətin sirrini. Mən bilirəm bu dünyanın dərdini. Sizlər üçün təşkil etdim gecəni. Ona görə şah da mənə bilinsiz. Hər addımım bir qanundur, bilinsiz. Hər bir elmə mən olmuşam parlaqız. Açılmayıb hələ nələr sirrimiz. Bir möcüzə, bir elmdir fizika. Açıb tökür təbiətin sirrini, mövcud edir cisimlərdə cazibəni. Çox alimin bəyənməyir fikrini, bir möcüzə, bir elmdir fizika. Bir cismin başqasına təsiridir. Qüvvə sanır, əziz tutur hər birini. Bu təsirlə kəşf eləyir cazibəni. Bir möcüzə, bir elmdir fizika. Molekulu başdan başa hər birimiz, fizikaya linz olub gözümüz. Qayda olub, qanun olub, solərimiz, bir möcüzə, bir elmdir fizika. Newton'da, Arximeddə, Tusidə, təbiətin sirdaşıdır üçüdə. Qanun edib hətta bizə səsidə, bir möcüzə, bir elmdir fizika. Paskalında, Plonunda, Ohunda, maraqlıdır postulatı borunda. Görən var mı təbiətin sonunda, bir möcüzə, bir elmdir fizika. Aristotel yarattı, yayarak her tarafa, halkımıza tanıttı. Gelişiyle fizika, yarattı bir tefrika, oldu onun bölmesi, statika, mekanika. Yeryüzünde her madde, mevcut oldu elinde, real varlık bilirem, materyal değerler. Yeryüzünde her madde, mevcut oldu elimde, real varlık bilirem, materyal değerler. Kayalara daldı hey, Galileo Galilei. Sükunətdə dayanan cisimdən etdi giley. Cismə təsir etməsək, ona təkan verməsək, görən sürət alarmı, yoxsa sakit qalarmı? Cisim çox düşünüb yaratdı, bizim dövrə də çatdı. Ədalət qanununu hamımıza tanıtdı. Mən isə özümün yazdığım şeiri təqdim edəcəm. Dalğa kimi yayılır elə bir işıq, bəzən zərbə kimidir bu sir qarışıq. Müəllimdir bunları mənə anladan, deyirəm ki anladım, amma yox yalan. Çoxlu elektronlar fırlanır orada, gözlə görülməyən qarışqa boyda. Sən demə bir atom gizli içində, biz onu öyrənəndə o öz kefində. Müəllim danışır, mən də baxıram, sanki bir dəniz tək dolub daşıram. Deyir ki, sürəti zamana bölək, mən isə zamanla oyun qururam. Ağlımda suallar nə vaxt bitəcək, fizika gedərək məni sevəcək. Zəngin bu səsini eşidən kimi, ruhum bu sinifdən uçub gedəcək. Fiziki cəmiyyətlər iki yerə bölünər. Vardır 13 vektorial, qalanı da skalya. Yerdəyişmə birinci, surət gəlir ikinci. Sonra da gəlir təcil, yadda saxla bunu bil. Dördüncü də qüvvədir, ona bənzər çəkidir. Gəldi növbə impulsa, təşəkkür edək ona. Cismin impulsunu, hamı tanıyır onu. Qüvvə verən impulsu verir Newton qanunu. Növbə impuls momenti, sonra qüvvə momenti. Vardır bucaq sürəti, bunu unutma gətir. Baxıram intensivliyə, güvənməyir kimsəyə. Unutmayaq Teslanı, yaradım induksiya. Cərəyanın sıxlığı xoşdur bizə varlığı. Yadda saxla bil bunu, gəldi şeirimin sonu. Öyrəndik biz vektoru, daha yoxdur bir soru. Şeiri söyləmək bizdən, alqış da gəlsin. Sistemində əsas olub yerimiz, hər vahidin içində lazımıq hər birimiz. 7 əsas vahidi metr olub birinci, bunu yaxşı bilirik, saniyədir ikinci. Sonra gəlir kiloqram, onunla yoxdur aram. Hörmət edək Kelvinə, qonaq gedək evinə. İncitməyə amperi, onun ayrıdır yeri. Mola hörmət bəsləyək, gəl ona dəyər verək. Bu nə sevgi, nə sevda, sona qaldı kandela. Hansı vahidləridir, söyləyin mənə indi. Hiç bilmem ki
Bu qədər canımı qoymuşam, sağlamlığımı itirmişəm, enerji sərf etmişəm. Nə mənası? Onsuz da nə oxuyan var, nə də çalışan. Cavab verməsələr, elə ikilərini yazıb faizi saxlayacam. Deyildi keçmiş illərə, o illərin həsrətini çox çəkirəm, çox çəkirəm Nəysə, deyəsən imtahanın vaxtıdır. Gəlsin gül oğlan. Salam ay müəllim, necəsiniz? Mən yaxşıyam bala, tək sən yaxşı ol. Bilirsən görüb imtahanı necə hazırlaşmışsan? Fizikadan nəyi bilirsən? Hayda. Müəllim diz dörd çətindir, ay bəri bax. Yaman qərizmətindir, ay bəri bax. Mənə bir üstə yetər, ay bəri bax. Allaha da xoş gedər, ay bəri bax. Nə olar Allahım, bağışla məni. Necə üç yazım mən bilmir dərsini. Əziziməm ay müəllim, çoxalıbdır kədərim. Yalvarıram bir üç yaz, azalsın dərdi sərim. Nə olar ay müəllim, qalan alın, bir dənə də sual ver, bəlkə cavab verdim. Yaxşı, onda qulaq as. Ala rəngi götürsən, qara rəngi götürsən. Maddə rəngi boyana, deyansal yarana. Tapdım. Ay müəllim, bu diffuziya hadisəsidir. Afərin ki oğlan, düzgün cavab verdin. Ona görə sən tramvay altında qalmış bir üç yazacaqsan. Ancaq çox çalış. Gələn ildə belə olsa sinifdə saxlayacaq. Oldu ay müəllim, Allah sizdən razı olsun. Bilmirəm sizin bu yaxşılığınızdan necə çıxacam. Siz çox gözəl və çox yaxşı müəllimsiniz. Ona görə sizi hər yerdə sevirlər və bəyənirlər. Uzak gözlerden Yaxşı, az sərtləmə, gəlsin Qarabağa. Mən bilet çəkeyim. Salam bala, əlbəttə bilet çəkirəyinizə açmışsan. Gəlmişəm otağına, qara müəllim yalvarım sənə. Düşmüşəm sorağına, qara müəllim bir üç yaz mənə. Pərvanə bilirdi hərdən, Şamdakı əriyir qəmdən. Sən üçü istəmə məndən, iki olsun. Əzizinəm ay müəllim, mən evə necə gedim? Dədəm məni öldürə, sual ver, cavab verim. Müəllim, qadan alın mənə bir sual ver. İtin olun, pişirim, lap qartalın olun mənə sual ver. Yaxşı, onda qulaq as. Əgər cavab verə bilməsən, iki yazacağam. Daşlar cismi bitəcək, hərəkətə tez gələr. Hansı qüvvədir ki, o əksinə yönələr. Mən tapdım. Dartı qüvvəsinin əksini ölən qüvvə sürtünmə qüvvəsidir. Afərin, düzgün cavab verdin. Ona görə sənə Allah yolunda bir üç yazacağam. Ancaq çox çalış. Bir də iki alma. Bu yerlərə bir də gəlmə. Eşitdin, bir də qayıtma. Qayıtma geriye, yollar bağlıdır. Bir də vur bana, gəlməyəcək. Lap yolu bağdan düşdün, ürək açsan. Oxuyan bir şagird yoxdur ki, mənim əhvalımda yaxşı olsun. Çox yorulmuşam, çox. Ben yoruldum hayat, gelme üstüme. Diz çöktüm dünyanın namert yüzüne. Gözümden gönlümden düşen düşene. Bu öksüz başıma göz ver.
Nəysə, imtahanın bitməyinə son 20 dəqiqə qalır. Sonda qalan iki bazara gəlsinlər, bilet çəksinlər. Gülzərə və Gülbadam, gəlin bilet çəkin. Aman Allah'ım, sizə də bir-birinizə oxşayırsınız. Çox bənzəyirsiniz bir-birinizdən. Ay müəllim, 10 saatla təkcə biz qalmışıq. Siz də çox yorulmuşsunuz. Bəlkə Allah xətrinə hərəmizə bir 3 yazasınız. Həm sizə az qurtarsın, həm də bizim. Yox, olmaz. Aman Allah'ım, indi bizim ağrımız ne olacaq? Ay Allah, ikimiz nəyə yiyəcəyik? Ay müəllim, nə olub sizə? Niyə axı bu qədər əsəbsiniz? Niyə bu qədər qaşqabaq sallayırsınız? Qaşqabağın yerine gedir, tek ürün eylemişəm, yüreğim gök edir, tek ürün eylemişəm, bir gün axın vaxtına, başqa deyəm buradan gözlərəm sağlamam. Bəs Zeyniyim, bu qədər savadsızlığın baş alıb getdiyi halda mənim üzümdə düzgünsün. Bir şəhid görmədim ki, sualıma doğru düzgün cavab verin. Hələ siz də məndən incirsiniz də, küsürsünüz də. İndi məndən küskünüm, dağlar boyda indi məndən küskünüm, indi məndən küskünüm, yersiz umut küskünüm, dağlar boyda dağlar boyda. Qızlar, mən sizin hər ikinizi işə yapma məcburiyyətindəyəm. Gedin yaxşı-yaxşı hazırlaşın. Faizli gəlib imtahan verərsiniz. Ancaq o zaman mən burada olmayacağım. İmtahan da sahib müəllim özü götürəcək. Hələ məni isə çox axtaracaq. Dildarlar bir qaşa, yaşım ağlatsan da axtar məni, odlanıb yansan da axtar məni, odlanıb yansan da axtar məni. Değerli şahitler, həqiqətən də çox müsbət, çox gözəl bir tədbir idi, çox xoşum gəldi həqiqətən. Tədbir başlamamışdan öncə digər fənlər də düzülmüşdü, fənlərin şahları düzülmüşdü. Öz ixtisasım tarixdir, mənə görə tarix ola bilər. Amma fizika fənini də çox sevmişəm, düzdür. Müəllimdən qorxduğuma görə oxuyordum, açıq deyim. Həm də istəyirəm qiymətim yaxşı olsun. Newtonun qanunla bağlı olan sualı cavab verməyin səbəbi o ki, müəllim qoxusunu əzbər edir. 3 qanun üçündür. Durlarla da əzbər bilir onu. Birinci qanun səhv etmirəmsə, ətalət qanunudur, deyir ki, bir yadında qalır. İkinci qanun, əsas dinamika qanunudur. Üçüncü təsir və əks təsir. Üçüncü qanun mənim çox xoşuma gəldi. Təsir və əks təsir. Həqiqətən Newtonun qanunları ilə həyatımızda da tətbiq etsək daha böyük. Belə deyəndə düşünəndə bu Newton qanunları öz həyatımızda demək olar ki, hər gün rastımıza çıxır. Yəni, adi ətalət qanunudur. Sizə nəsə bir təsir olmasa, o hər kəsə gəlməsə, həqiqətən də kənardan kimsə bizə müsbət motivasiya verməsə, bizə dəstək olursa, biz də görür ki, tənbəlliyimiz olur, heç hərəkət etmək istəmirik. Bu ətalət qanunu orada belə göstərir ki, təsir olanda bizim hərəkətə gəlir. Yəni, bizim həyatımıza müəllimlərimiz toplananda biz həmişə müsbət yönlə irələməyə çalışırıq. Valideynlərimiz, müəllimlərimiz, bizim böyüklərimiz bizim həyatımıza müsbət yöndən toplananda biz daim irəli gedirik, daim uğur qazanırıq. Bu həyatda da belədir. Təsir və əks təsir qanunu da çox önəmlidir. Bəzən biz nəyəsə insanlara deyəndə
əks reaksiya da ala bilirik. Bu da önəmlidir. Burada diqqət etmək lazımdır. Həmişə ətrafımızda müsbət, sevgi dolu bir təmbər yaradaq və halqa yaradaq ki, ətrafımıza gələnlər də o sevgidən, qayğıdan, dəstəkdən təsirlənib bizim ətrafımızda olsunlar. Təsir edirik, əksər sağlıq. Hər zaman belədir. İnsanları nəyə ötürürsənsə, o da geri qayıdır, əks tərsindən. Bu melan qədər də geri qayıdır. Bu çox önəmlidir. Təsirin ən çox başıma gələn hissələrdən biri də imtahan mərhələsidir. Biz axırda mənə saxladılar imtahanı götürməyi. Bax, özünüz bilin, bax, mənim başıma dolanlar, mənə qəşəng mahnılar desə, siz kəsməyəcəm. Kesinliklə, əlbəttə ki, bu möhtəşəm tədbirin ərsəyə gəlməsində xüsusən AFAQ müəllimlərin, kafedrasının müəllimlərin, Gülü müəllimlərin, Səs müəllimlərin böyük yolu var. Hər birinə təşəkkür edirəm, çox sağ olun. Hər bir kafedrasında belə möhtəşəm tədbirlər gözləyirəm. Tarihçilər olub bilməyim, tarih olub orada görək tarihçilərin biri. Çalışaq bir fizikalara ötəklər. Amma həqiqətən o birinci tədbir çox möhtəşəm, çox hoşumuza gəldi bizdə, həqiqətən məktəb rəhbəri olaraq. Əziz Keçən müəllimlər bir daha təşəkkürümü bildirirəm və bir müəllimi da dəvət eləmək istəyirəm. Ömrü məktəbə fədə edən, təhsilə fədə edən. Sərvərdə bu yaxında 65 yaşı tam oldu. Demək olar ki, ömrünün böyük əksəriyyətini məktəbdə təhsilə siz şagirdlərin yetişməsinə sərf edib. Səy müəlliməni təbrik edirik, ona can sağlığı arzulayırıq. Ən əsas can sağlığı. Gözəl günlər arzulayırıq Səy müəllimə. Səy müəllimə, var olun. Nə deyim bilmirəm. Təbrik edirəm bir daha. Alqışlar uşaqlar. Gəlin, Çeynəlim. Sonra danışmaq istəyirdin? Mən də hər birinizi salamlayıram. Sonra biz danışacağıq üçümüz. Deməli, çox gözəl. Yəni bugün bizə bir motivasiya verdiniz, bir ruh verdiniz. Təbii ki, AFAQ müəllimənin sayəsində və sizin fizikaya böyük sevginizi bugün burada görürük. Hər birinizin, necə deyim, çıxışında bir dinamika var idi. Yəni ki, bu da sizə yəqin fizika qanunlarının ötürülən bir məqamdır. Və sizə hər zaman bax belə gözəl tədbirlərdə iştirak eləməyi, savadlı olmağı arzulayıram. Bax görürsünüz necə sevilirsiniz. Qızlarım orada ağlayırlar, yedirirsiniz qızları, birinci yer tuturlar deyə. Yəni bu sevindirici bir haldır. Ona görə də siz də hər zaman çalışın ki, əziz balalar, həmişə bütün dərslərinizdə birinci olasınız, yaxşı oxuyasınız dərslərinizi, birinci bulanmasın, deməsin ki, orada danışın. Ayrıca. Deməli, AFAQ müəllimlərin ilk tədbiri deyil, mən dəfələrlə o tədbirlərdə iştirak eləmişəm. Yəni ki, burada oturan müəllimlərimizə, onun tədbirdə olan müəllimlərimizə etiraf edə bilər ki, həqiqətən də məktəbdə həmişə ən gözəl tədbirlərindən birini də AFAQ müəllimlərin sayəsində görmüşük. Bu gün də və ümid edirəm ki, bundan sonraki etaplarımızda da, yəni mən tədbir deyəndə, əslində cavanlar daha çox irəli gəlməlidirlər. Amma AFAQ mənim yenə sinəsini irəli verdiniz ki, mən seçimlərə təbrik edirəm. Üçüncü bir tərəfdən bir sirdə açmaq istəyirəm, hamımıza bir sirr açın ki, burada səslənən bütün şeirlər, mahnıları sözləri, hamısı AFAQ müəllimin özünün sözləridir. Hər günləri sözlərini yazılır. Əziyyət çəkir, o bütün tədbirin ssenarisini özü yazır, şeirləri özü yazır. Deməli, buna görə bu İlham Pərkan haradan gəldi, fizikadan, ədəbiyyatdan, hər halda çox gözəl alınır hər şey və tamaşa, musiki, hər biri bir-birini tamamlayırdır. Viktorinamızda da
bu cür cavab verən şagirdlərimizə bir daha çox sağ olun deyirəm ki, sizlərin təşəkkür edirəm. Bizim təriflərimizdən hər zaman belə bizim işlər gözəl olsun. İngilizce sözü gençlik ve her bir şagirdin yüreğine yol tapar. Onların sevimlisinden sevilen ders sistem müdürümüz Sevgi Müəllimləri. Hoş gördük her birinizi. Hörmətli müəllimlər, əziz şagirdlər. Cəfər müəllim dedi ki, Afaq müəllimlərin heç bir tərtibləri belə olur. Amma biz ilk dəfə iştirak edirik Afaq müəllimlərin tərtibində. Amma inanın ki, heç zərrə qədər şübhəmiz yox idi. Bu qədər gözəl alınacaq, bu qədər səviyyəyə alınacaq. Birləşmə rəhbəri kimi Afaq müəllimə rəhbərlik eləsə də bu tədbirin təşkilinə, amma Şən müəllimin və Gülü müəllimin də rolu böyükdür. Çox sağ olun müəllimlər, hər biriniz. Mən bu tədbirdə həqiqətən sözünün mənasında yüksək enerji, pozitiv aldım. Nə gördüm mən burada? Süni intellekt gördüm. Burada integrasiya var idi, musiqi integrasiya var idi, ədəbiyyat integrasiya var idi. Əgər biz bunu bir dərs olaraq təhlil etsək, çox gözəl, çox mükəmməl səviyyədə bir tədbir idi. Bugünkü bu tədbirdəki Zərfə müəllimənin sözünə qüvvət dinamikaya uyğun olaraq elə başa düşdük ki, sizin də bu cür haylı küy olmağınız ona bağışlayır aslında. Amma növbəti dəfələrdə rica edəcək ki, bir balaca sakit olasınız. İkisi çox vacib məqamlardan biridir insanlara dəyər verdiyimiz keyfiyyətlərdən biri dinləmə qabiliyyətinin olmasıdır. Bunu lütfən özünüzdə aşılın, özünüzdə tərbiyə edin, vərdişə çevirin. Bu qədər biz gördüyümüz Afaq müəllimə dedi. Amma mən bilirəm ki, biz hamımız əslində bilməliyik ki, uşaqlar, bu biz 1 saat 10 dəqiqəni görürük, amma o 1 saat 10 dəqiqənin arxa tərəfində, o icebergin görünməyən tərəfi var da, o arxa tərəfdə nə burada zəhmət dayanır. Həqiqətən də və üstə gələn 2 illərin təcrübəsi dayanır. Bütün bunlar hamısı toplanır və bugün bu gözəl tədbir ərsəyə çatır. Mən sizin zəhmətinizə, əməyinizə sağlıq deyirəm müəllimlər. Bu cür ruhda da davam edeyim. Gülü müəllimə deyir ki, Afaq müəllimə yaşıdır. Afaq müəllimənin deməyəcəm yaşı nə qədərdir. Amma onun psixoloji yaşı 25 yaş. Belə 25 yaş. Gülü müəllimədən də gəncdir, bəli. Bəli. İlk dəfə, yəni bilirsiniz ki, psixologiyanın da çox elmlərdə var əlbəttə ki, amma psixologiyanın da tədqiqat metodlarından biri müşahidədir. Və ilk gəldiyim günlər yadınızdaysa, mən müəllimlərin yanında olar, dedim ki, müşahidə eləyəcəm. Və Afaq müəllimənin bu cür kompetensiyalı olmağı, onun gözəl nitqə malik olmasını falan ilk dəfə son zəngdəki çıxışı çox xatırlayıram ki, çox gözəl bir çıxış eləmişdi və bütün çıxışlardan fərqlənirdi o çıxışın məzmunu həqiqətən də yəqin ki, ədəbiyyata olan maraqdan irəli gəlir bu da. Afaq müəlliməyə sual versəkdə ki, hisə müəllim olmasaydınız, hansı ixtisası dərs deyərdiniz, yəqin ədəbiyyatçı olardı. Afaq müəllim, sizə can sağlığı arzuluram. Şeir müəllimə, can sağlığı, Gülü müəllimə, can sağlığı arzuluram. Fəaliyyətinizdə bol uğurlar arzuluram. Arzu edirəm ki, əgər hər hansı bir şagirdin sizdən zərrə qədər də inciliyi varsa, şagirdlərdən xahiş edirəm ki, bu gecənin xatirinə hər bir şeyi unudurub və yeni səhifədən başlayır və çalışın, həqiqətən də bu cür müəllimləri dəyərləndirin. Siz əgər bugün məktəbə gəlirsinizsə, bugün yəni sizin müəllimlərinizin əməyi nəticəsindədir. Gəlin açıq danışaq da, o kitabları sizə dövlət versə ki, evinizdə oxuyun. Onu oxuyacaqsınız, məsuliyyətsiz yaxınlaşacaqsınız, düzdürmü? Amma
müəllim sizə öyrədəndir, müəllim sizə istiqamət verəndir və müəllimin marağı yalnız və yalnız sizi bilikləndirməkdir. Burada əslində ikinci bir maraq da var ki, çünki siz müəllimi təmsil edirsiniz. Siz hansı səviyyədə öyrənirsinizsə, deməli, o müəllimi də təmsil edirsiniz. Mən arzu edirəm ki, siz bir müəllimlərinizi, ümumilikdə məktəbinizi cəmiyyət içərisində ən yaxşı şəkildə təmsil edəsiniz. İstər təlim cəhətdən, istərsə də tərbiyə, etika, mədəniyyət və s. Çox sağ olun, uğurlar arzulayıram. Siz də yaxşı hazırlaşmışsınız. Yəni əsas necə deyim, Səidə müəllimə dediyi kimi tədbir bir saat o heyecanınızı boğub necə səlis, qəşəng çıxış etməniz əlbəttə ki, tədbirin yaxşı alınması bundan asılıdır. Mən başda müəllimləriniz olmaqla sizə dərs deyən bütün müəllimlərin hər birinizə can sağlığı arzulayıram. Və bu işdə dəstək olan məktəb rəhbərliyinə, Sahil müəllimə təşəkkür edirəm. Çünki sizin təhsil almanızda, sizin dərsdən əlavə belə tədbirlərin keçirilməsində dəstək olduğuna görə əlbəttə ki, dəstək lazımdır. Sağ olun, var olun. Təşəkkür edirəm, təşəkkür edirəm, sağ olun. Əziz müəllimlər, hörmətli müəllimlər və bizim dəyərli şagirdlərimiz, hər birinizi alqışlayıram, hər birinizi yer tutdunuz. Əziyyətiniz danılmazdır, amma burada əsas əziyyət, o danılmaz əziyyət bütün müəllimlərimizdir, değil-mi? Mən Afaq müəllimlər, Hüseyin müəllimlər, Gülü müəllimlər sizlərə təşəkkür edirəm, var olasınız. Bu gün yəqin ki, əziyyətinizin dəhləsini görürsünüz bir daha. Uşaqlar da sağ olsunlar ki, qarşılığını yaxşı verirlər. Sami müəllim də başda olmaqla hər birinizə təşəkkür edirəm. Üzünü sərdirəm, az danışıram. Biraz narahatsızım ona görə. Sağ olun, çox sağ olun.